Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Ve men tebi'ahum bi ihsanin ila yevmiddin. Rabbi şrahli sadri ve yessirli emri ve hlul uqdeten min lisani yefqahu qavli. Əziz qardaşlar, möhtərəm müsəlmanlar, Allah Teala bu yığıncağı hər birimiz üçün xeyirli etsin, faydalı etsin. Biz bir risalə götürmüşük. Deməli, elm barəsində olan risalədir. Yəni, elm əməl ilə bir yerdə olur. Yəni, elm əməlsiz olmur. Biz keçən dəfə bu mövzunun, bu kitabın müqəddiməsini danışdıq. Müqəddiməsindən keçdik. Bugün inşallah ki, deməli, müəllif bu kitabda, kiçik kitabda 10 dənə məsələ gətirir. Və bugünkü mövzuda müəllif buyurur ki, birinci, deməli, məsələ elm və əməl yaradılışın məqsədidir. Diqqət edin, buradakı bu kitab ancaq elm tələbəsinə aid deyil, əziz qardaşlar. Hər bir müsəlman şəriətdən nəyi bilirsə, istər kişi olsun, istər qadın olsun, az bildiyi bir şey olsa belə mütləq ona əməl etməsi lazımdır. Və o baxımdan müəllif ünvan olaraq buyurur ki, birinci məsələ elm və əməl insanın yaradılışının məqsədidir. Və buyurur ki, əməl üçün elmin lazım olması aydındır. Çünki hər ikisi yaradılışın əsas qayəsidir. Allah Teala insanları özünü tanıtmaq, özünü bildirmək üçün və eyni zamanda da Allah Teala özünə ibadət etmək üçün insanları yaratmışdır. Deməli, bu barədə müəllif dəlil gətirir. Yəni, Allah Teala insanları özünü yaratmağı, yəni özünü tanıtmaq üçün deməli Talaq surəsinin axır ayələrini gətirir. Deməli diqqət edin bu ayəyə. Allah Teala bu ayədə buyurur ki: "Allahu'llezî xalaqa sab'a semâvâtin ve minel ardı mislehunne." Fikir verin. Allah Teala bu ayədə buyurur ki, Allah 7 qat göyü və bir o qədər də yeri yaradandır. يَتَنَزَّلُ الْأَمْرُ بَيْنَهُنَّ لِتَعْلَمُوا أَنَّ اللّٰهَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ وَأَنَّ اللّٰهَ قَدْ أَحَاطَ بِكُلِّ شَيْءٍ عِلْمًا. Ayənin ardında Allah Teala buyurur ki, Allah'ın hər şeye qadir olduğunu və həmçinin Allah'ın hər şeyi elmi ilə əhatə etdiyini bilməniz üçün onun əmri onların arasında nazil olur. Yəni o ikisinin arasında. Deməli, müəllif buyurur ki, bu ayə nəyə dəlalət edir? Yəni, Allah Teala göyləri və yerləri yaratmışdır və Allah Teala'nın hər şeyə qadir olduğunu bilməniz üçün və eləcə də Allah'ın elminin hər şeyi əhatə etməsini bilməniz üçün. Və sonra müəllif buyurur ki, Allah Teala'nın deməli, insanları ibadət etməsinə dəlil olaraq Zariyat surəsindəki ayəni gətirir. Allah Teala buyurur ki: "Və mə xalaqtul cinnə vəl insə illə liya'budun." Mən cinləri və insanları yalnız ibadət etməkləri üçün yarattım. Deməli, burada müəllif qeyd edir ki, elm və ibadət hər biri yaradılışın qayəsidir. Həm elm, insanın bilməsi, öyrənməsi, eləcə də ibadət. Hər biridir insanın yaradılışının əsas məqsədidir. İbadət necə əldə olur? Müəllif qeyd edir ki, fikir verin. İbadət insanı ancaq Allah'a yaxınlaşdıran faydalı elmlə əldə olunur. Yəni, mümkün deyil ki, ibadətin əldə olunması yalnız faydalı elm olmadığı halda. Yəni, insan ancaq deməli, Allah'a yaxınlaşdıran faydalı elmlə əldə edir ibadəti. Və buyurur ki, kim elmi əldə edərsə, öyrənərsə və sonra əməl edərsə, artıq o yaradılışın qayəsini, hədəfini gerçəkləşdirmişdir. Həyata keçirmişdir. Və bu xüsusda da müəllif buyurur ki, elm əhlindən olan kimsələr demişlər ki, biz Allah'ın təkliyinə iman etmək üçün yaradılmışıq. Və biz Allah'ı təkləşdirməyi həyata keçirmək üçün var olmuşuq, mövcud olmuşuq. Və bunun da iki tərəfi var, iki yönü var. Buyurur ki, bilmək və isbatla təkləşdirmək
Allah'a və eyni zamanda da istəmək və araşdırmaqla, tələb etməklə təkləşdirmək. Və buyurur ki, ibadətin gerçəkləşməsi üçün, həyata keçməsi üçün bu ikisi də qaçınılmazdır. Çünki qulun Allahın gerçək qullarından həm olması üçün, yəni qul Allahın qullarından həqiqi şəkildə qul olması üçün və həmçinin də Allaha doğru mənada itaat edənlərdən olması üçün lazımdır. Və buyurur ki, kim əməlsiz elm əldə edərsə, deyək ki, əməli yoxdur, elmi var və buyurur ki, o qəzəbə düçar olanlardandır. Yəni, onun üzərinə Allahın qəzəbi düçar olur. Çünki nəyə görə? Və buyurur ki, ona görə ki, o elmin məqsədini həyata keçirməyib, onu gerçəkləşdirməyib. Və kim də əməl edərsə, ibadət edərsə, ibadətdə nə qədər ciddilik göstərsə də, çalışqanlıq göstərsə də, əgər o ibadəti elmsiz şəkildə edərsə və o da Allahın yolundan azmışlardan olar. Doğru yoldan çıxanlardan olar. Fikir verin, burada buyurur ki, məhz buna görə də duaların ən önəmlisi, ən əhəmiyyətlisi olan və ən əzəmətlilərindən olan o böyük duanı Fatihə surəsində bizə oxumağı Allah Teala bir qayda olaraq təyin etmişdir. Allah Teala Quranda buyurur ki, Fatihə surəsində İhdinəs sıratal müstəqim buyurur ki, bizi doğru yola yönəlt. Sıratallezine en'amte aleyhim. Deməli, Allah Teala bu ayədə buyurur ki, özlərinə nemət verilənlərin yoluna. Gayril məğdubi aleyhim vələddallin. Və sonra ayənin ardında Allah Teala buyurur ki, qəzəbə düçar olanların və haqdan azmışların yoluna yox. Və bu nəyi göstərir? Bu onu göstərir ki, deməli, insan ibadəti həyata keçirmək üçün mütləq elm lazımdır. Və elmi əldə etməlidir ki, o ibadət eyni zamanda qarşılıqlı olmalıdır. Və sonra müəllif buyurur ki, nemət verilənlər o kimsələrdir ki, onlar həm elmi daşıyanlar, həm də əməl edən kimsələrdir. Lakin üzərinə qəzəb yağanlar isə əməlsiz elmi olan kimsələrdir. Eləcə də haqdan azmış olanlar isə haqdan azmış olanlar kimlərdir? Elmsiz əməl edən kimsələrdir. Burada Sufyan İbn Uyeynənin sözünü gətirir müəllif. Sufyan İbn Uyeynə və çox belə möhtəşəm sözlərdəndir. Deyir ki, Sufyan İbn Uyeynə deyir ki, bizim elm əhlimizdən hər kim fitnə və fəsad törədərsə, onun Yahudilərə bənzəməsi var. Eyni zamanda da bizimdir abidlərimizdən, abid nədir? Yəni elmsiz ibadət edənlərimizdən kimdir fitnə fəsad törədərsə və o da onun da xristiyanlara bənzəməsi var. Çünki deyir, Yahudilərin elmi var idi, lakin onların əməlləri yox idi. Allah Teala Quranda buyurur ki, onlar barəsində Məsəlullezine hummilut Tevrat thumma lam yahmiluha kemasalil himar. Baxın, Allah Teala onları nəyə bənzədir? Deyir ki, Tevrata əməl etməyə mükəlləf olduqdan sonra ona əməl etməyənlərin məsəli uzunqulağın məsəlinə bənzəyir. Yəni onlar Tövratla yükləndikdən sonra, Tövratı öyrəndikdən sonra onu əməl etmədilər. Onu əzbərlədilər, öyrəndilər, başa düşdülər, lakin onlar Tövrata əməl etmədilər. Və sonra buyurur ki, müəllif, bizim abidlərimizdən hər kim fitnə və fəsad törədərsə və onun da xristiyanlara bənzəməsi var. Nə üçün? Çünki deyir, xristiyanlar Allahın heç bir dəlil endirmədiyi ibadətlər və yeniliklər çıxarmışlar özlərindən.
və onların etdiklərini Allah Taala qulları üçün nə təyin etmişdir, nə də ki Allah Taala onların etdikləri yenilikləri etməyə izin vermişdir. Yəni xristianlar barəsində. Deməli, əziz qardaşlar, müəllifin bu mövzusu, yəni həmin bu kitabda olan mövzusu qısa mövzulardır. Yəni burada müəllifin birinci məsələsi sona çatdı. Birinci məsələ gətirdiyi mövzu. Və sonra keçir ikinci məsələyə. Və buyurur ki, insan elmindən və onunla nə əməl etməsindən məsuliyyət daşıyır. Hər kəsə aiddir bu. Tək, yəni belə anlaşılmasın ki, bu xüsusi olaraq alimlərə, elm sahiblərinə, yox, hər bir müsəlmana, ümmətin hər bir kişi və qadınına. Buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm qiyamət günü insanların Allahın qarşısında əldə etdikləri elm barəsində soruşulması haqqında xəbər vermişdir. Allah Rəsulu xəbər vermişdir ki, qiyamət günü insanlar öyrəndikləri elm barəsində mütləq sorğu-sual olunacaqlar. Necə ki, deməli, Əbu Bərzə Əl-Əsləmi radiyallahu anhu səhabədir. Deməli, onun rəvayət etdiyi hədisdə diqqət edin. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Lə təzulu qədəmə abdin yevməl qiyaməti həttə yüsəl an ərba'in. Rasulullah buyurur ki, insan, qul, 4 şeydən soruşulmayana qədər qiyamət günü ayağını tərpədə bilməyəcək. Və Rasulullah sallallahu aleyhi və səlləm hədisdə xüsusən onlardan biri də elm barəsindədir ki, insan öyrəndiyi elm haqqında soruşulacaq ki, və o elmlə nə əməl etdi? Fərq etməz əziz qardaşlar, əgər insan, hər bir müsəlman, kişi və qadın bir hədis öyrənir, bir ayə öyrənir. Əgər öyrəndiyini həyatında tətbiq etmirsə, müəllif onu buyurur ki, hər kəs soruşulacaqdır Allahın huzurunda. Baxın, Əbu Dərdənin məşhur bir dənə sözü var. Çox dəhşətli bir sözdür. Əbu Dərdə Rasulullah sallallahu aleyhi və səlləmin səhabələrindən olur. Deyir ki, mən ancaq qiyamət günü Rəbbim bütün insanların qarşısında mənə ey Uveymir deyə səslənməsindən qorxuram. Uveymir adıdır. Ki sən öyrəndiyinlə nə əməl etdin? Fikir verin. Əbu Dərda Peyğəmbərin səhabəsidir. Deyir, mən qorxuram ki, qiyamət günü Allah mənim adımı çəkib səslənib, mənə deyəcək ki, bütün insanların önündə, ey Uveymir, sən öyrəndiyinlə nə əməl etdin, necə əməl etdin? Bu əsərin isnadı səhihdir. Və müəllif qeyd edir ki, və bu məqam həqiqətən təhlükəli bir məqamdır. Və olduqca çox ciddi bir məsələdir. Və hər bir müsəlman, hər bir insan öyrəndiyi elm barəsində qiyamət günü Allahın huzurunda sorğu-sual olunacaqdır. Hər bir şəxs və eyni zamanda da hər bir elm barəsində. Hər kəs öyrəndiyi elm haqqında, o elm hansı elmdirsə, mütləq Allahın qarşısında cavab verəcək. Yəni sorğu-sual olunacaq. Yəni o elmlə nə etdin? Ona görə də müəllif buyurur ki, elm əməlin məqsədidir. Və ona görə də hər bir insan Allahın huzurunda öyrəndiyi elmlə haqq hesab olunacaqdır. Fikir verin, burada müəllif sələflərdən bir dənə əsər gətirir və bu əsərdə nə qeyd olunur? Sələflərdən biri belə deyərdi. Kaş ki elmimdən yetərincə qurtula biləydim. Yəni, nə mənim leyhimə olaydı, nə də ki mənim əleyhimə olaydı. Yəni ki, kaş ki mən öyrəndiyim elmi yetərincə haqqını verə biləydim və canımı qurtarardım. Və bu da müəllif qeyd edir ki, bu sələflərin aşırı dərəcədə vəra sifətlərini göstərir. Allahdan necə qorxduqlarını göstərir. Və deyir, onların faydalı elmi olmasına baxmayaraq və onların əməllərinin xeyirli olmasına baxmayaraq, bu onların deyir, Allah qarşısında şiddətli qorxularını göstərirdi.
Həsən Əl-Bəsri, Allah ona rəhmət eləsin, buyurur ki, mömin kimsə yaxşı əməllə qorxunu bir arada cəm edər. Lakin münafiq kimsə isə pis əməllə ümidlənməyi, ümid bağlamağı bir arada cəm edər. Ona görə insan fikirləşməlidir ki, öyrəndiyi elm barəsində hər hansı xırda olsun, hədis olsun, ayə olsun və bilməlidir ki, bir gün Allahın huzurunda cavab verəcək. Fikir verin, burada Əbu Muleykənin sözünü gətirir müəllif. Deyir ki, mən 30-dan çox səhabə ilə qarşılaşdım. Onların hamısı özləri barəsində nifaqdan qorxardılar, münafiq olmaqdan. Və buyurur ki, Allah Teala iki əzəmətli məqamı onlar üçün bir arada etmişdi, cəm etmişdi. Hansı məqamda? Deyir ki, əməldə ehsan olan məqamı və itaətdə üstünlük məqamı. Yəni, həm əməldə ən gözəl məqam və itaətdə də ən mükəmməllik, eyni zamanda da əməllərinin Allahın dərgahında qəbul olunmamasından qorxu hissləri. Allah Teala bu iki dənə əzəmətli məqamı onlar üçün deyir, yəni cəm etmişdir. Fikir verin, müəllif burada Müminin surəsinin 60-cı ayəsini gətirir ki, deyir ki, yəni onlar Allahın huzurunda əməllərinin qəbul olunmamasından qorxan kimsələr idi. وَالَّذِينَ يُؤْتُونَ مَا أَتَوْا وَقُلُوبُهُمْ وَجِلَةٌ أَنَّهُمْ إِلَى رَبِّهِمْ راجعون. Onlar deyir, Rəbbinə qayıdacaqlar deyə verdiklərini qəlbləri qorxa-qorxa verərdilər. Yəni verdikləri deyildikdə ayədə qeyd olunan onlar Allahın huzurunda təqdim etdiyi, yerinə yetirməli olan o ibadətləri, namazı, zəkatı, sədəqəni, həcci və digər bütün ibadətləri yerinə yetirdikdə onlar deyir qorxu hissi ilə onu yerinə yetirərdilər. Möminlərin anası Ayşə radiyallahu anhə bu ayə barəsində xüsusən Peyğəmbərdən soruşur ki, ya Rasulallah, onlar həm içki içən, həm oğurluq edən kimsələrdir. Rasulullah da buyurur ki, xeyr, ey Siddiqin qızı. Onlar o kimsələrdir ki, həm oruç tutarlar, həm namaz qılarlar, həm sədəqə verərlər. Lakin buna rəğmən əməllərinin qəbul olunmamasından qorxan kimsələrdir. Uləykə yüsəri'unə fil xayrat. Onlar yaxşı işlər görməyə tələsən kimsələrdir. Bu onların bir vəsfidir. Sonra müəllif burada bir ayəni gətirir Bəqərə surəsindən. Allah Azza və Cəllə buyurur ki, وَإِذْ يَرْفَعُ إِبْرَاهِيمُ الْقَوَاعِدَ مِنَ الْبَيْتِ وَإِسْمَعِيلُ رَبَّنَا تَقَبَّلْ مِنَّا. Fikir verin bu ayəyə. Deyir ki, İbrahim və İsmail birlikdə Kəbə evinin bünövrəsini qaldırdılar və qaldırdıqları zaman ey Rəbbimiz, bu xeyirli işi bizdən qəbul et deyə dua etdilər. Ətbau tabinlərdən olan, 3-cü nəslin sakinlərindən olan, tabinlərdən sonra gələn bir şəxs hansı ki, Vuheyb ibn-i Vard adında, Allah ona rəhmət eləsin. Bu ayəni oxuyur, əziz qardaşlar, ağlayır. Bu ayəni oxuduqdan sonra ağlayır. Deyir ki, ya Xalil-ər-Rəhmən, ey Ər-Rəhmanın xəlili olan, yəni İbrahim əleyhissalam barəsində deyir. Deyir ki, ey Ər-Rəhmanın xəlili olan, sən deyir Rəhmanın evinin sütunlarını yüksəldirsən. Buna baxmayaraq, sən deyir, səndən qəbul edilməyəcəyindən qorxursan. Və bu sözləri deyərək ağlayır. Sonra əziz qardaşlar, müəllifin burada deməli ikinci gətirdiyi məsələ sona çatdı və mövzunu bununla saxlamaq istəyirəm ki, çox uzun olmasın, yorucu olmasın. Allahdan istəyirəm ki, hər birimizi eşidib faydalanan qullarından etsin. Allah Teala bizim günahlarımızı bağışlasın. Allah Teala bizi öyrəndiyimiz elmə əməl edən qullarından etsin. Allaha səmimi şəkildə və həmçinin Allah Teala bizim valideynlərə rəhm eləsin, müsəlmanların zürriyyətini salihlərdən etsin, mömin kimi yaşayıb və mömin kimi ölməyi hər birimizə uca Allah müvəffəq etsin. Subhanəkəllahumma və bihamdik, əşhədu ən la ilahə illə əntə, əstəğfiruka və ətubu ileyk.